Salam əziz izləyicilər. Bu gün yenə çox asan hazırlanan, amma dadı çox gözəl olan çiyələkli kurabiyə hazırlayacağam. Hazırlanmağa keçməmişdən qabaq dəyərli izləyicilər, əməyə qiymət verərək qətiyyən ödənişli olmayan bizlərə like qoymağı, abunə olmağı unutmayın. Keçirəm xəmiri hazırlamağa. Qaba 2 yumurta, çay qaşığının ucunda duz, 100 qram şəkər tozu, 1 paket vanil əlavə edib çırpıcı ilə qarışdırıram. Bura əlavə edirəm 200 qram yumuşalmış kərə yağı, 120 ml süd, 1 paket qabartma tozu və 550 qram ələnmiş unu hissə-hissə töküb yumuşaq ələ yapışmayan xəmir hazırlayıram. Xəmirin üzərini örtüb 30 dəqiqə soyuducuya qoyuram. Keçirəm çiyələk içliyini hazırlamağa. Qaba təmiz yuyulmuş, doğranılmış 600 qram çiyələk tökürəm. 180 qram şəkər tozu və 70 qram qarğıdalı nişastası əlavə edib çiyələk suyunu buraxana qədər qarışdırıram. Qabı qoyuram ocağın vam xodunda, əlimi dayandırmadan qarışdırıram ki, məhlulun içindəki nişasta düyün bağlamasın və dibi yapışmasın. Məhlul artıq qatılaşır və dibindən xırda-xırda pıqqıldayaraq qaynamağa başladıqdan sonra 1 dəqiqə bişirib ocağın üzərindən götürürük. Belə bir boş qaba hazırladığım çiyələk içliyini tökürəm. Üzerini salafanla örtüb, əlimlə bu şəkildə basıram ki, məhlul soyuduqda üzü qabıq bağlamasın. Bu reseptlə məndə 26 ədəd kurabiyə çıxır. Xəmiri soyuducudan çıxardıb, xırda 40 qramlıq hissələrə ayırıram. Bu da hazırladığım çiyələk içliyi. Dəyərli izləyicilər, bunu vişnədən də hazırlamaq olur. Vişnədən həm turşməzə, həm də çox ləzzətli olur. Çiyələk mövsümü olduğu üçün mən çiyələkdən hazırladım. Xəmirdən bir-bir götürüb oxlovla nazik yayıram. Bıçaqla belə bir forma verib, üzərinə içlik qoyub, kəsdiyim xəmirin kənarlarını üst-üstə qoyub formaya salıram.
Hazırladığım kurabiyələri soba listinə yığıb öncədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə ərzində bişirirəm. Bişib tam soyuduqdan sonra kurabiyələrin üzərinə pudra şəkəri səpirəm. Dəyərli izləyicilər, mütləq bu dadlı kurabiyədən siz də hazırlayın. Göz haqqınızı halal edin. Sağ və salamat qalın.